Allahümme salli ala Muhammed ve ala Muhammed. Kardeşler, Əhl-i Beytin imamlarının həyatı olduğu kimi onların yolunu gedənlərin də həyatı əsasən bir məhvər əsasındadır. Onların ən böyük xüsusiyyəti əsasən bir şeydir. Və hazırki dünyamızda ən nadir tapıntı həmin şeydir. O da səmimiyyət. Əhl-i Beytin həyatında ən çox parlayan xasiyyət onların düz, bir üzlü, səmimi, ixlaslı, saf olmaları idi. İndi dünyamızda ən az tapılan şey səmimiyyət, ixlas, birüzlü olmaqdır. Hərə bir riya pərdəsini atıb önünə, onun arxasından minhaqqa çıxarır. Kim Əhl-i Beytə yas saxlayırsa, səmimi olmalıdır. Yas saxlamaqda təkcə yox, həyatında səmimi olmalıdır. Əgər bugün bir mömin ya Həzrəti Zeynəb salamullah əleyha deyirsə, bilməlidir bu sözün dalında necə dayanmaq olur. İki cür demək olar. Bir var, insan bir kölə kimi, cəhənnəmdən qorxan kimi deyir ki, ya Zeynəb, qiyamət günü xanımına şəfaət eləsin, cəhənnəmə getməsin, dünya işlərini düzəlsin. Bu başqa şeydir. Bu adam deməsin ki, mən Həzrəti Zeynəbin ideyasına aşiqəm. Düz demiş olmur. Həzrəti Zeynəbin ideyası düzlük, haqq, səmimiyyət. Gəlin özümüzə sual verək. Həzrəti Zeynəb salamullah əleyha nə uğrunda mübarizə aparırdı? Kərbəlaya getmişdi, nə desin? Desin ki, niyə namaz qılmırsınız? Hamı namaz qılırdı. İmam Hüseyin ağanın başını kəsən də namaz qılırdı. Həzrəti Zeynəbə şallaq vuran da namaz qılırdı. Rüqəyyəni qamçılayan da namaz qılırdı. Biz də namaz qılırıq. Getmişdi desin ki, həccə niyə getmirsiniz? Hamı hacı idi. Getmişdi desin ki, niyə oruç tutmursunuz? Hamı oruç tutan idi. Getmişdi desin ki, niyə cemaat namaz qılmırsınız? Hamı cemaat namazı qılırdı. Getmişdi demişsin ki, siz kişi olun. İmam Hüseyin ağa kişilik uğrunda şəhid oldu. Kişi olun. Bunu Kərbəlada dedi. Buyurdu ki, əgər müsəlman deyilsiniz, heç olmasa kişi olun. Mənim gözüm baxa-baxa əhl-i əyalımın üstünə at çapmayın. Bu idi Kərbəlanın şüarı. Bəli, çətindir bugün ya Hüseyin demək. Ya Zeynəb demək. Niyə? Adamın vicdanı içəridən dillənir. Sən kişi kimi deyirsən bu sözü, ya yola verirsən. Adamın vicdanı adamı deyirsən ki, deyirsən ya Zeynəb. Bu sözü necə deyirsən? O dostluğu görəndə deyirsən ki, qardaş qulluğundayam, nə qulluq eləyim sənə, yalandan deyirsən. O cür deyirsən ya Zeynəb. Başıma dönüm, qurban olum, mən görə nə qulluq, o cür deyirsən, ya kişi kimi deyirsən, səmimi deyirsən. Əhl-i Beytə tabi olmaq belə çətindir, qardaşdır. Yola vermək olmur olar. Ya gərək başımı salasan aşağı, etiraf edirsən ki, ey Əhl-i Beyt, mən hesad, mən sizin qapınıza layiq deyiləm, da hamı gəlir qapıya, mən də gəlirəm. Belə deyəsən. Ya da desən gərək sözünün dalında dayanırsan. Kölə kimi, qul kimi, qorxaq kimi deyiriksə, ya Zeynəb, ya Hüseyin, yox deyəndə də buyuq da, bu qədərik biz, bu boydayıq. Amma kişi kimi bir hərəkət deyil, deməyək ki, mən Həzrəti Hüseyin aşiqiyəm. Adam öyle bir yerə girməlidir, riyakar bu sözü deməkdənsə. Bizə Allah Teala Əhl-i Beyt kimi qeyrət nümunələri verib. Bir tacir deyir ki, mən Küfədəydim,
Həzrəti Zeynəb salamullahi əleyhanı əsir gətirirdilər. Mən gördüm, tanıdım. Qısa danışıram əhvalatı. Yaxınlaşdım, dedim, xanım, mən filan kəsəm. Bir zamanlar mən gəlmişdim sizin qapınıza, siz mənə maya verdiniz, sərmayə verdiniz, pul verdiniz. Mən də getdim, ticarət qurdum. İndi nə qulluq eləyim sizə? Xanım Zeynəb demədi ki, pul gətir, çörək gətir, çay gətir, su gətir, yemək gətir. Heç nə demədi, bir dənə söz dedi. Gördü Hüseynin qızları, gəlinləri, çadıraları toz basıb, çirklənib, cırılmaq üzrədir. Çadıra al, gətir bizə. Belə ya Zeynəb deyə biləcəksənsə, denəm mən Zeynəb aşiqiyəm, denəm mən Hüseyn aşiqiyəm, denəm mən Əli aşiqiyəm. Yoxsa başımı sal aşağı denən ki, ya Zeynəb bağışdı da dayı. Hamı gəlir, mən də gəlirəm, yoxsa qapınızda yerim yoxdur. Oynamaq nə qədər? Piştaxta arxasında oyna, minbərdə oyna, dostluqda oyna, orada oyna, burada oyna, gəlib dində də oyna. Niyə oynamalıyıq ki? Allah Əhl-Beyt kimi neymət verib bizə. Gedin, çıxın fələklərə, gəlin, gəzin məmaliki, görün ki, hansı millətin Əli kimi ağası var. Belə bir kişinin dalıyca düşən adam, heç olmasa həyatının müəyyən sahəsində kişiliyi göstərməlidir. Heç olmasa bunların ad günlərində, miladlarında, mövludlarında, şəhadətlərində, vəfatlarında bir-birimizə yalandan nə qulluq eləyim deməyək. Bir-birimizə düzünə qulluq olaq heç olmasa. Heç olmasa bu günlərdə oturaq, baxaq aynaya, deyək ki, ey mən, nə qədər aldadacaqsan, nə qədər oynayacaqsan, nə qədər yola verəcəksən. Əlbəttə, bəzi adamlar var ki, onu gərək yola verəsən, o heç. Amma elə hərəkətlər var ki, adam dönüb keçmişinə baxanda xəcalət çəkir ki, mən niyə bu qədər insana ümid verdim, aldatdım? Mən niyə burada bu yalanı danışdım? Niyə mən onu mərdimazarlıq eləyib sıradan çıxartdım? Niyə buna paxıllıq eləyib yalanını özüm elə göstərdim ki, çox istəyirəm onu? Quran buyurur, Təavənu aləl birri və təqvə və la təavənu aləl ismi vəl-udvan. Həmkarlıq edin təqvalı olmaq üçün, yaxşılıq eləmək üçün, bir xeyriyyə işi üçün yığışın bir yerə. Həmkarlıq eləməyin günah üçün, düşmənçilik üçün, ədavət üçün. Bunun üçün həmkarlıq eləməyin. Gəlin yığışaq səmimi olmaq üçün, yığışmayaq riyakarlıq üçün, bir-birimizi yola vermək üçün. Səmimi insanlara Allah Teala səmimi davranır. Deyirsən ki, məndən səmimi oldun, sən ki, mənim bəndələrimlə səmimi oldun, dilə məndən nə dilərsən. Amma o ki, riyakardır, yola verəndir, qiyamət günündə Allah Teala buyurur, kimi mənə şərik qoşmuşdun, riya eləmişdin, məni də nəzər almışdın, onu da. Mən yaxşı şərikəm, hamısını ged ondan al, mən istəmirəm. Ehtiyatlı olmalıyıq. Heç olmasa bizim marağımız az olan sahələrdə riyakarlıq eləməməliyik. Qardaşlar, bir əməlimiz yoxdur. Bunun üzərinə riyakarlığı da Türkün sözü ekləsək, əlavə eləsək, vay halımıza. Həzrəti Zeynəb salamun şəhadəti hamımıza bərəkətli bir gün olsun. Allah Teala o xanımın qeyrətindən biz kişiləri məhrum eləməsin inşallah.